Salam kanalımın değerli izleyicileri, kanalıma, yeni vloguma hoş gelmişsiniz. Necəsiz? Xanımlar, gəlmişəm inşaata baxmağa. Bir müddətdir ki, pilosuzsuz qalmışam. Pilosuzum yaxşı idi, keyfiyyəti də bəyənirdim. Öz təhnəkarlığımdan yandırdım pilosuzu. Qaynatamın əlində banka vardı, bankada da su var idi. Əlindən düşdü, sındı. Mən də pilosuzdan çəkdim. Həm suyu, həm də şüşə qırıntılarını. Sonra öz təhnəkarlığım olduğu üçün pilosuzun motoru yandı. Suyu çəkdim deyə motoru yandı. Yaxşı çəkmədi. Ona görə gəldim, bir pilosuz bəyəndim. Əvvəlki pilosuzum bu marka idi. Ağ görürsünüz, Samsung. Samsung markası idi. Çox gözəl idi. Bəyənərək istifadə edirdim. Olsun. İnşallah burada yenə 1-2 dənə bəyəndiyim oldu. İnşaata da baxırıq. Kontaktuma da baxırıq. Hər iki filialda bəyəndiyim oldu. İnşallah hansını alsam sizinlə də birlikdə paylaşım edəcəm. Burada kontaktumun 2-ci mərtəbəsidir. Çox gözəl ceyizlər var xanımlar üçün, qəşəng mebellər. Sizlər üçün də çəkdim. Murad da orada rəsm çizir. Orada stol var idi uşaqlar üçün. Murada maraqlı oldu deyə orada öz üçün oynayır. Mən də qəşəng vloglarımı çəkirəm. Xanımlar, qəşəng pastel dəstləri var, qəşəng qiymətləri də var. Sizlər üçün də çəkirəm, daha ətraflı, yaxından baxasınız. Keyfiyyəti də yəqin ki, qiymətinə görə çox gözəldir. $500 manatdır. Baxın. Hansı? Hə, bu da qəşəngdir. Gümüşü bozdu da elə bir. Metalik. Ama qarda düşür. İkinci qarandısına. Xanımlar, bu dəfə tema bağlamam yox, aldığım bir məhsuldur. Bu pilosuzdur. Pilosuzum yanmışdı, bir aya yaxın idi. Bilirsiniz də, pilosuz olmadığında xanımların evi ürəklərini istədiyi kimi təmiz olmadı. Pilosuz dərin təmizlik xanımların yardımcısıdır. Bu modeli bəyəndim. İnşallah sizlər də bəyənirsiniz. Tefal markasıdır. Pilosuzum belədir. Saçqama dildir.
qabıdır. Budur digi. Rengini falan beğendim. İnşallah sizler de beğenirsiniz. Yine keyfiyyət olaraq işlədəndən sonra, bir müddət keçəndən sonra deyə bilərəm ki, keyfiyyətlidir, yoxsa yox. İnşallah ki, bəyənərək almışam, yanılmaram seçimimdə. Hə, xanımlar, bir də şitil almışam, acı biber şitili, bir də badımcan. Acı biberi onun üçün almışam ki, pul biber hazırlayıram özüm. Dedim əkim, belə ilk öncə torpağı suladım, sonra xətti çəkdim. Belə dəliklər açıram, sonra şitilləri qoyuram. Ən sonunda da torpaqla örtürəm. Hə, xanımlar, bu tərs vlogları bəyənirsinizsə, kənd həyatını sevirsiniz, ev işləri, həyat işləri. Nə eləyirsiniz kanalıma? İlk öncə abunə olursunuz, vloglarımı tam izləyirsiniz. Xanımlar, əkdim, bitirdim, bu qədər oldu. Bir cərgə əkməyə də şitilim qaldı. Prosto yerim yoxdur. Görürsünüz bu kartofları, saplaqları, gərək bu kartofları çıxaram. Sonra bir dənə cərgə təzədən çəkəm, bunları əkəm. Həm də gün iti oldu. Belə torpağa əkdim, qalsın. Sonra kartofları çıxarandan sonra əkəcəm. İndi gedim qəşəng suvarım. Gün də iti oldu. Gedim içəridəki işlərimi görüm. Yəni yaxşı bitirdim. Bu otlara baxın siz, Allah, kartofu necə sarıb. İndi belə təmiz eləyirəm otlarını, sonra yavaş-yavaş kartofları çıxarıram. Burada da əkmişik biberlər, qaynanam əkir. Bunlar şirin biberlərdir. Gərək bunların da halağını təmizləyim. Yağış gecə yağıb, çox da lap quru deyil dibləri. Bunlar da boranıdır. Otları təmizlədim. Burada isə kartofdan başlamışam yenə çıxarmağa. Çünki bir cərgə mənə yer lazımdır. Şitilim qalıb. Gələ kartofu çıxarım onun yerində. Sonra biber şitilimi əkəcəm.
Hə xanımlar, fikir verirsinizsə kartoflarım çox zəifdir. Çünki bu il xəstəlik tutdu deyə çox da inkişaf eləmədilər. Bəziləri çürüdü, bəziləri zəif qaldı. Olsun. Buna da şükür, min bərəkət. Xanımlar, kartofları çıxartdım. İndi yerim açıldı. Bir cərgədə burada acı biber saxlamışam şitili. Qəşəng xət vuracağım. Sonra bir cərgəndə əkəcəm acı biberlərimi. Hə xanımlar, xətti çəkirəm, artıq şitilimi əkirəm. Bir vloqun da sonuna yaxınlaşdıq. Bugünlük bu qədər. Gələn vloqlarda görüşmək ümidi ilə. Hələlik.